Xanım Zeynəbin mövlud gündür bugün. Hamınızı təbrik edirəm Həzrət Zeynəbin mövludu münasibəti ilə. Gün hələ qarşıdadır. Mən sizə tövsiyə edirəm ki, 2 rükət xanım Zeynəbə namaz hədiyyə eləyin və hacətlərinizi istəyin. Alimlərdən birindən elə dünən gördüm. Deyir ki, ən çətin hacətlərimiz ki, nə qədər vurnuxursuz həll olunmur, xanım Zeynəbə and verəndə Allah keçmir o anddan. Yəni 2 rükət namaz qılın və onu Allah'a and verin Həzrət Zeynəbə, Allah hacətlərinizi verəcək inşallah. Elə bir xanımdır ki, adını Allah qoyub, özdə Əlinin zinətidir. Zeynu əbih, yəni atasının bəzəyidir, zinətidir. Allah ona adı qoyub və Peyğəmbər görün nə deyib? Buyurub ki, Aleykum ən tuhibbu Zeynəb. Sizə tövsiyə edirəm, vəsiyyət edirəm ki, Zeynəbi sevəsiniz. Zeynəbin məhəbbəti ürəyinizdə olsun. Çünki bu məhəbbət insanı xilas eləyə bilir. Onun haqqında mənim etiqadım budur ki, bu qədər əvvəla danışmaq çox mümkün deyil. Nə qədər danışsaq azdır. İkincisi də etiqadım budur ki, bir neçə adam var ki, ümumiyyətlə məsumlar hamısı qiyamətdə tanınacaq. Bir də Həzrəti Zeynəb var ki, qiyamətdə xüsusi əzəməti onun orada görünəcək. Orada bilinəcək. O kim idi, nə məqamın sahibidir. Bütün deyilənlərin heç biri Həzrəti Zeynəbi bizə tanıtıra bilməz. Həzrəti Zeynəb çox uca şəxsiyyətdir. Olduqca uca şəxsiyyətdir. O qədər ucadır ki, Kərbəlanın şərikidir. Şərikətül Hüseyn deyirlər ona. İmam Hüseynin şəriki. Yəni, tarixin ən böyük hadisəsini yaratmaq ona nəsib oldu. İmam Hüseynlə yanaşı. Görün, buna qədər əzəmətli şəxsiyyətdir və elə o da, həmin bu dediyimiz mövzuya da gəlsək, çətinliklər içində aram insandır. Çətinliklər içində müvazinətini itirməyən və mə rəeytu illa cəmila, gözəllikdən başqa bir şey görmədim deyən, bəla yağışının altında bunu deyən insandır ki, ondan bu mövzuda da öyrənəcəklərimiz çoxdur, vaxt yoxdur ki, da ondan danışaq. Heç məlumat da azdır həyat haqqında. Olduqca az məlumatdır. Az, çox az. Nə doğulduğu, yəni Kərbəlaya qədərki müddət haqqında məlumat var, nə Kərbəladan sonraki müddət haqqında. Heç dəfn olunduğu yer çox müəmmalıdır. Yəni, çox müəmmalıdır. Bilinmir ki, hansı şəhərdə. 3 ehtimal var, heç biri bir-birindən möhkəm deyil. Yəni, elə alimlər var ki, məsələn, Mərəşi Nəcəfi deyir ki, mütləq və mütləq Misirdədir. Mümkün deyil, Suriyada olsun. Mərəşi Nəcəfi də bu sahənin. Amma başqa bir böyük alim deyir ki, Suriyadadır. Bir başqası deyir, Mədinədədir. Yəni, həyatı çox az məlumat olan, məlumat həyat haqqında az məlumat olan insandır. Qısa bir məlumat var, amma bu qədər qəlblərimizdə yer tapan insandır. Sözümün sonunda Allah and verirəm, o əzəmətli xanımın, Əhl-i Beytin əzizi olan xanımın hörmətinə, ehtiramına Allah hamımızın hacətlərimizi rəva eləsin inşallah.